Deyirəm, hava belə ləzzətli, küləklidir. Meşdağada adama qalmaq ləzzət eləyir. Adam heç şəhərə getmək istəmir. Ona görə də bugün axşam iki dənə yaxşı dostlar gələcək yanıma ziyarətə. Özü də hələ belə dostlar deyirlər, xəcilərdir. Amma əsl xəcilərdir, o kitayski giydirmə xəcilərdən yox. Ona görə indi mən fikirləşirəm ki, görüm bunlar üçün mən axşam nə yaradım. Baxarsınız, mən indi bəzi qeyri-adi yeməklər hazırlayacağım. Lazım olan məhsulları da gəldim, aldım Araz marketdən. Bazarlığımızı elədik. İndi də mən sizə deyim ki, həmən o belə qeyri-adi, nə bilim, fantaziyalı bir yemək pişirmək üçün, kabab pişirmək üçün göstərirəm sizə mənə nə lazımdır. Bax, bu ədvalar, qoyun pərdəsi, toyuq sinəsi. Vəssalam. Toyuğu bu cür xırdalayırıq, qoyuruq bir dənə boş qaba. Mən bunun üçün bu cürünü blender istifadə edim. Zirişi həmişə istifadə eləməkdən qabaq belə su gezdirin üstündən. Çünki tozlu olur açığı. Həmişə bax, elə upakovkalayırlar ki, içərisi bütün toz içində olur məhsul. Əndərirsiniz zirinci belə toğun içinə. Dalayacağım biraz kara istiyor. Böyle baxın da indi kara istiyordu indi. Çox istiyordu yeməyənlər də var. Özünüz baxın nə belə burası. Dalayacağım biraz sarı kök. Baxın belə. Dalayacağım bax belə üyüdülmüş sarımsaq. Sərmisaq biz demişkən. Mən indi fikrim var idi diri sərmisaqdan dımırım. Amma ki məncə bu kifayətdir. Dəst. Axırda da ki biraz duz. Mən belə qabdan 2 dənə vuracağım. Çünki hələ sonra üstündə bir dəfə duzlayacağım. İri duzla. Sonra da ki başlayırsınız onu yaxşı belə hər tərəfli qarışdırmağa. Yaxşı bax belə. Yaxşı qarışmağı üçün biraz ona belə duru yağ əlavə edin. Məsələn, məndə qaraqadalı yağ. Bu cür vəziyyətə çatdırandan sonra onu neynənsə örtürsünüz üstünü, göndərsiniz soyuducuya. Kartofu mən belə doğramışam. Düzdür, restoranların çoxsu bunu xalqa eləyirlər. Xalqa eləyəndən sonra da arasına quyruq qoyurlar. Amma nəticədə nə quyruq pişir, nə də ki kartof. Belə nisbi biraz gəlin doğramışam. Bunun üstünə belə yağlayacağım manqala qoymaqdan qabaq, hələ indi də. Biraz da duz istiyor. Vəssalam. Artıq lülələr də vuruldu şişə. Tam şəkildə hazırdılar manqala getməyə. Pərdəmizin də donu açıldı. Başlayır yavaş-yavaş indi o eksklüziv improvizasiya olunmuş ham kababını buna bükməyə. Baxın, beləncik doldurduq pərdəni. Bizim o toğumuzla içində o ədvalı ləzzətli. İndi bıraxacağıq bunu setkanın üstünə. Yəni ki o reşotkanın üstünə. Orada pişirəcəyim bunu. Baxın, nəticədə belə yığırsınız setkanın üstünə. Sonra da ki göndərəcəksiniz manqalın üstünə. Bu arada közümüz də hazırlaşır. Ənənəvi olaraq isti közün üstünə, iti közün üstünə birinci lüləni vuracağıq. Bəh, lülələrimizə bax. Gör necə pişir. Kartoşkalarımız da pişir. Vot-votdur, birazdan çıxartırıq, qoyuruq stolumuzun üstünə. Spet kababımız da pişir. Belə. Üstü indi imkan versə çəkərəm. Bir dənə ləzzətli iyi gəlir ki, gəl görəsən.